Herkese salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün mən sizə hamiləliyin ilk trimestrində sizi nələr gözləyir, qısaca onun haqqında bəhs eləmək istəyirəm. Hamiləliyin ilk trimestri deyəndə nəyi nəzərdə tuturuq dostlar? Hamiləliyin ilk trimestri hamilə olduğunuzu öyrəndiyiniz andan etibarən, yəni aybaşı gecikdi, hamiləlik test elədiniz, yəni 4 həftəlik hamiləliklə 12-13 həftəlik hamiləliyə qədər olan bir periodu əhatə eləyir. Hamiləliyin ilk trimestrində bizi nələr gözləyir? Deməli, siz öyrəndiniz ki, aybaşınız gecikdi və evdə hamiləlik test elədiniz, hamiləlik testiniz pozitiv gəldi. Sonra qan testi verdiniz və yaxud da ultrasəs müayinədən keçdiniz və hamiləliyiniz təsdiqləndi. 12-ci həftəyə qədər sizdə vücudunuzda və günlük yaşantınızda müəyyən dəyişikliklər olacaqdır. İlk öncə hamiləliyinizi öyrəndikdən sonra qarnınızın alt bölgəsində əsasən aybaşı sancıları kimi sancılar hiss eləyə bilərsiniz. Bunlar tamamilə normaldır. Yəni uşaqlıq artıq böyüyür. Qan dövranı uşaqlığın artır. Yəni orada bir döl əmələ gəldiyinə görə, böyüdüyünə görə uşaqlıq böyüyür və qan dövranı artdığına görə alt bölgədə dolğunluq hissi, ondan sonra alt bölgəyə baskı və qarnın aşağı hissələrində aybaşı sancısı kimi sancılar hiss eləyə bilərsiniz. Bunlar tamamilə normaldır. Amma bu kramplar daha güclüdürsə, hətta belə deyim, yuxudan oyandıracaq şəkildə bir güclülük varsa, bunu mütləq həkiminizlə bölüşməlisiniz və müalicəsi mütləq olunmalıdır. Uşağın ürək döyüntüsünü eşitdiniz. Eşitdikdən sonra burada biz ən çox hamiləliyə bağlı bəzi simptomlardan bəhs edirik xəstələrə. Xəstələr daha çox bizə şikayətlə gəlirlər. Nə ilə? Məsələn, ürək bulanma şikayəti ilə. Ürək bulanma ilk 12 həftədə normaldır. Bəzən hətta 17-ci həftəyə qədər bu belə deyim də ürək bulanma periodu uzana bilir. Ürək bulanma varsa biz bu xəstələrə nə məsləhət görürük? Mütləq deyirik ki, az-az ye, amma tez-tez ye. Yəni gün ərzində 3 öğün yemə, gün ərzində 5 dəfə 6 dəfə qidalan, amma az-az porsiyonlarla qidalan. Ondan sonra səhər yuxudan durdunuz, ürək bulantınız var, çubuq krakerlər olur, duzlu çubuq krakerlər. Ac qarnına yataqdan qalxmadan həmən ağzınıza 2-3 dənə çubuq krakeri atıb, sonra qalxıb günlük həyatınıza davam edə bilərsiniz. Əgər bulantınız bir tık daha fazladırsa, yəni çubuq krakerdən belə fayda görmürsünüzsə, nanə yağını hafif qoxlayıb, gün ərzində normal işlərinizə davam edə bilərsiniz. Əgər bunlara rağmen yenə ürək bulantılarınız davam edirsə, bu ürək bulantıdan dolayı mütləq həkiminizə müraciət edib və ona uyğun bir medikasyon, yəni ilaç tədavisi almanız lazımdır. Mədə-bağırsaq simptomlarından getmişkən digər bəhs eləmək istədiyim şey qarnın içərisində şişkinlik, mədədə dolğunluq hissi. Şişkinlik və dolğunluğun ən önəmli səbəbi hamiləliyin ilk trimestrində, yəni ilk 12-13 həftə vücudumuzda bir progesteron hakimiyyəti olur və progesteron ümumiyyətlə peristaltizmi, əzələ belə deyim də yığılmasını azaldan bir hormondur. Yəni relaksasiya eləyir, yavaşladır. Uşağın əzələsini relaksasiya elədiyi kimi eyni zamanda da mədə-bağırsağın sfinkterlərini, mədə-bağırsaq əzələlərini də relaksasiya elətdirir və mədənin boşalması gecikir. Dolğunluq hissi. Sanki nəsə yemisiniz, amma mədənizi tam boşalda bilmirsiniz. Bu hissiyat sizdə ola bilər. Çünki dediyim kimi mədənin boşalması bir tık gecikir. Bundan başqa bağırsaqlarınızda köp, dolğunluq və qəbizlik ola bilər. Bu da normaldır. Yenə dediyim kimi bağırsaq hərəkətləri azaldığına görə qazların pasajı, nəcisin pasajı azaldığına görə qadınlar daha çox qarnında şişlik, qəbizlik, meteorizm, köpdən şikayətlənirlər. Yenə bunun da müalicəsi nədir? Az-az qidalanmaq, tez-tez qidalanmaq. Lazımi durumlarda yenə buna rağmen hər hansı bir fayda sağlaya bilməsəz, yenə dərman müalicəsi alına bilər. Bundan başqa, ilk 12 həftə qanamalar ola bilər. Özəlliklə biz 4-cü, 5-ci həftələrdə xəstələr bizə şu şikayətlə gəlirlər. Yüngülvari ləkə kimi bir qan gəldi. Biz bunlara baxırıq, əgər düşük təhlükəsi yoxdursa, uşaqlığın ətrafında bir hematoma yoxdursa, yəni kisənin ətrafında bir hematoma yoxdursa, biz bunu adətən yerləşmə qanaması, implantasiya qanaması kimi dəyərləndirə bilərik. Amma bəzən daha fərqli qanamalar ola bilir. Xəstə gəlir, qırmızı laxta şəklində məndə qanama oldu və s. belə şikayətlər olsa, mütləq həkim tərəfindən dəyərləndirilməli və müvafiq müalicə başlanmalıdır. İlk 12 həftə hərəkət qısıtlılığı olmalıdırmı? Yəni, biz sizi evə bağımlı bir yatağa bağımlı vəziyyətə gətirməliyimi? Əsla. Əgər hər hansı bir şikayətiniz yoxdursa, normal hamiləliyiniz gedir, yüngülvari bulantılarınız var, köp və qəbizlik, ufaq təfək mədə-bağırsaq şikayətləriniz varsa, amma qanama şikayətiniz yoxdursa, qarnınızın aşağı qismində kramplar, şiddətli kramplar yoxdursa, normal həyatınıza davam edirsiniz. Gün ərzində yerimək, 6000-7000 addım atmaq normaldır. Yəni bu normativlərə uyaraq həyatınıza davam edə bilərsiniz. Cinsel ilişki olarmı doktor? Əgər ki, mən adətən bunu deyirəm xəstələrimə,
Əgər sizin qanama şikayətiniz yoxdursa, ağrınız yoxdursa, hamiləliyiniz tamamilə normal bir şəkildə gedirsə, təbii ki, cinsəl ilişki ola bilər. Amma dediyim simptomlar varsa, narahatçılıq varsa, cinsəl ilişki məsləhət görmürük. Bu arada cinsi əlaqədən sonra xəstələr bəzən bizə qarında şiddətli ağrılardan, kramplardan, özəyinin uşaqlıq qismində kramplardan bəhs edirlər. Belə bir kramplar varsa, mütləq həmin gün ərzində bol-bol su içirik və dincəlirik. Bunlar orqazmik kramplardır. Çünki orqazm olduğu zaman uşaq əzələləri yığıla bilir və bu da hamiləliyə bağlı krampla qarışdırıla bilər. Xəstə zənn edə bilər ki, düşük yapır, amma elə bir şey olmur. Adətən bu orqazmik kramplardır və dincəlmək lazımdır həmin gün. Bundan başqa gün ərzində içə bildiyiniz qədər 2 litr yarım qədər mütləq su qəbul etməlisiniz. Su qəbul etmək ümumiyyətlə uşaqlığın qan dövranını artırır, sidik yolu infeksiyalarından qoruyur. Eyni zamanda təzyiqin normal olmasını, təzyiqin belə deyim, adətən çünki hamilələrdə təzyiq aşağı düşə bilir, bunun normal olmasına köməklik edir. Bundan başqa sizi nə gözləyə bilər ilk trimestrdə? Baş gicəllənməsi, halsızlıq, yuxuya meyillilik. Bunlar da yenə progesteronun relaksasiya, gevşətici təsirindən oluşan bir şeydir. Damar kaslarına da, damarın qırağındakı əzələlərə də gevşətici təsir göstərdiyinə görə təzyiqin aşağı düşməsi, baş gicəllənmə və yuxuya meyillilik ola bilər. Normaldır, heç bir problem yoxdur. Bundan başqa biz hamiləlikdə bağırsaq florasını düzənləmək amaçlı mütləq qatıq istifadəsini məsləhət görürük, yəni qatıq yeməsini məsləhət görürük. Bu dönəmdə ilk 12 həftədə qatığı çox tüketin. Axşamlar mütləq məsələn bir stəkan kefir için. Bunlar həm sizin bağırsaq floranızı düzənləyəcək, eyni zamanda vaginal floranızı düzənləyəcək. Hamiləlik sırasında axıntıların qarşısını almanıza köməklik edəcək, sidik yolu infeksiyasından qoruyacaq. Eyni zamanda da hamiləliyə bağlı bağırsaq dispepsiyalarından sizi qorumağa köməklik eləyəcək. Yaxşı, bəs ilk 12 həftədə hansı vitaminlərdən istifadə etməlisiniz? Ən çox bu sual verilir. Gəlirlər məsələn xəstələr nə qədər dərman içirlər? Bir torba dərman xeyr lazım deyil arkadaşlar. Sadəcə fol turşusu içməniz bizim üçün kifayət edəcəkdir. Fol turşusunu biz hamiləlikdən öncə replasmanını, yəni qəbul edilməsini məsləhət görürük. Məsələn, hamiləlikdən 2-3 ay öncə qəbul edirsiniz və hamiləliyin 12-ci, 13-cü həftəsinə qədər qəbul edirsiniz. Fol turşusunu 13-cü həftəyə, 12-ci həftəyə qədər qəbul etdikdən sonra biz dərmanları dəyişirik, multivitaminlərə keçirik. Təbii ki, bu multivitaminlərin içərisində fol turşusu olur, amma yandaş olaraq da digər multivitaminləri də 12-ci, 13-cü həftədən sonra təyin edirik. Adətən daha çox, o qədər çox vitamin qəbul edilməyi niyə məsləhət görmürük ilk trimestrdə? Çünki ilk trimestrdə zaten ürək bulanmaları olur. Xəstənin bir mədə bağırsaq traktı ilə əlaqədar problemlər var. Onu bir sürü dərmanla yükləmənin heç bir mənası yoxdur. Ona görə də fol turşusu sadəcə yetərli olacaqdır. Yəni, təbii ki, məsələn, analizlər verdiniz, analizdə waterınız, zop hormonunuz yüksək çıxdı və yaxud aşağı dəyərlərdə gəldi və yaxud sidik yollarından infeksiya çıxdı. Təbii ki, yandaş olaraq bəzi preparatlardan istifadə edəcəksiniz, amma tam normal bir hamiləlikdirsə, ilk trimestrdə fol turşusu, bir də bəzən D vitaminin qəbulu məsləhət görülə bilər. İlk 12 həftədə, ilk trimestrdə necə bəslənməmiz lazımdır? Mütləq və mütləq təbii qidalarla bəslənməliyik, orqanik qidalarla bəslənməliyik. Mən həmişə hamilələrimə deyirəm, mümkünsə evdə bişirilmiş, təbii, yəni içində nə olduğunu bildiyiniz qidaları mütləq qəbul eləyin. Təbii soklar, şirələr, meyvə-tərəvəz, göy-göyərti, meyvələr, hər tür meyvələri qəbul edə bilərsiniz. Mütləq protein açıdan zəngin qidalanmalısınız. Çünki artıq vücudunuzda yeni bir orqanizma yaranır və bu orqanizmaya zülal lazımdır və bu zülalı da siz dışarıdan mütləq lazımi qaydada almalısınız. Bunu unutmayın. Hamilə olmanız sizin davamlı olaraq yeməniz demək deyildir. Yəni siz yeməsəz uşaq böyüməyəcək. Elə bir şey yoxdur. İlk 12 həftədə dostlar, əgər uşağın ürək döyüntüsü dayanmayıbsa, inkişaf ləngiməsi deyə bir şey yoxdur. İnkişaf ləngiməsi o deməkdir ki, uşağın çəkisi geri qalır və yaxud həftəsi geri qalır. İlk 12 həftədə ya uşağın ürək döyüntüsü olur, gedir 12 həftəyə qədər, ya ürək döyüntüsü olmur. Yəni burada biz ilk 12 həftədə yəni uşağa çəki baxmırıq, bu uşağın inkişafı ləngiyib və s. demirik. Qidalanmanızda mütləq zulal dedik ən önəmlidir. Gün ərzində 2 yumurta məsələn qəbul edə bilərsiniz. Bəzən zülalım sidiyimdə zülalım artır deyə yumurta istifadəsindən çəkinən hamilələr belə var. Yanlışdır, tamamilə yanlış bir şeydir. Sizin yumurta yeməməniz və yaxud da yumurta yeməniz sidiyinizdə zülalınızı artırmaz. Bundan başqa həftədə mütləq ət qəbul etməlisiniz. Üstünlük verəcəyiniz ətlər qırmızı ət və balıq əti olmalıdır. Qırmızı əti hardasa siz həftədə 3 dəfə qəbul edə bilərsiniz. Balıq ətini 2 dəfə qəbul edə bilərsiniz. Əgər bunları qəbul edə bilmirsinizsə, ətdən alacağınız dəmiri mütləq preparatlarla 12-ci həftədən sonra yerinə qoymaq lazımdır. Bəs bizim bakımlı, şarmlı xanımlarımızın ən çox soruşduğu suallardan biri də lazerə gedə bilərəmmi, dırnaq düzəldə bilərəmmi,
Ondan sonra saçımı açdırıb və ya saçımı boyada bilərəmmi? Yay gəlir, baseynə girə bilərəmmi? Qısaca bu mövzularda toxunaq. Lazerdən falan bəhs edeyim. Lazeri millətimizin ən yaralı yeridir. Lazeri ilk 12 həftə məsləhət görmürük. Nəyə görə məsləhət görmürük? Əslində lazerin təsdiqlənmiş vücuda şüalama verə biləcəyi bir təsir təsdiqlənməyib. Belə bir çalışma yoxdur. Zaten lazerin təsir elədiyi dəri hardasa dərinin 3 milim, 4 milim məsafəsinə qədər təsir göstərir. Ona görə də biz 12 həftədən sonra nəyə görə məsləhət görürük? Çünki lazer edilən zaman lazerin vermiş olduğu o termal his xəstələrdə qısılmağa, özünü qısmağa, qarnında bəzi ağrılara, yəni belə deyim də ağrı hissiyatı yarada biləcək hər hansı bir şeyi biz ilk 12 həftə məsləhət görmürük. Ona görə də lazerdə də bu tarz hissiyatlar yarana bildiyinə görə əslində biz ilk 12 həftə lazeri məsləhət görmürük. Yoxsa hər hansı bir şüalamadan deyil. O ilk 12 həftə lazer məsləhət görülmür. 12 həftədən sonra gönül rahatlığı ilə lazerə girə bilirsiniz. Hətta bikini bölgəsinə də lazeri elətdirə bilirsiniz. Dırnaq boyası elətdirə bilərsiniz. Onun da təsdiqlənmiş ya da dölə ziyan verə biləcəyi hər hansı bir yan təsiri olduğu çalışmalarda yoxdur. Sadəcə çox qalıcı dırnaq elətdirmək, əli ultraviyole şüaların altına salmaq, çıxartmaq ümumi olaraq tək hamilələrdə yox, bütün insanlarda son dönəmlərdə kanserə nədən ola biləcəyi araşdırılıb və tapıldığına görə biz sadəcə həddindən artıq çox o prosedurun edilməsini məsləhət görmürük. Amma belə dölə hər hansı bir zərarı olduğu sübut edilməyibdir. Bundan başqa saçınıza boya qoya bilərsinizmi? Açıcılardan istifadə məsləhət görmürük. Ümumiyyətlə hamiləlikdə açıcıdır, ondan sonra keratindir, dərmanlı laminasiyalardır. Bunları elətdirməyə məsləhət görmürəm. Çünki nəyə görə? Düzdür, bunlar saç dərisinə edilmir. Amma onların çox yoğun, tünd bir qoxusu olduğuna görə hamilənin ürəyini bulandıra bilər, qusmasına nədən ola bilər. Bəzən allergik reaksiyonlara dərisinə toxuna bilib, çiyin dərisinə məsələn, üz dərisinə toxunub allergik reaksiyonlara səbəb ola bilər. Bundan dolayı keratindir, laminasiyadır. Bunlar da hamiləlik sırasında məsləhət görülmür. Saçı açmaq ilk 12 həftə məsləhət görmürəm. Amma saçınızı boyada bilərsinizmi? Bəli, saçınızı boyada bilərsiniz. Özəlliklə amonyaksız boyalardan istifadə edərək saçınızı boyama eləyə bilərsiniz. İlk 12 həftə dediklərim bundan ibarətdir. Videonu bəyəndiysəniz mütləq like edin. Altına yorum yazın. Suallarınız varsa şərh bölməsinə mütləq onları yazın. Cavablandıraq və kanalımıza abunə olmağı unutmayın.